Salam dəyərli izləyicilər. Hər birinizi salamlayıram. Bugün münasibətlər dünyasının bəlkə də ən çox müzakirə doğuran, bəzən hətta narahatlıq yaradan bir küncünə başvururuq. Söhbət Red Pill kimi tanınan düşüncə tərzindən gedir. Bugün bizimlə birlikdə bu mövzunun dərinliklərinə enəcək ekspertimiz də var. Birlikdə bu fəlsəfənin qadın sadiqliyi və seçim faktoruna necə, deyərdim ki, çox fərqli, bəzən kəskin yanaşdığını araşdıracağıq. Əgər siz də münasibətlər, insan psixologiyası və cəmiyyətdəki bu cür fərqli baxışlar haqqında dərin təhlilləri qaçırmaq istəmirsinizsə, elə indi kanalımıza abunə olmağı unutmayın. Düyməni basın ki, hər yeni araşdırmamızdan xəbərdar olasınız. Biz burada məhz belə mövzuları müxtəlif mənbələr əsasında tərəfsiz şəkildə müzakirə edirik. Salam. Bəli, bugün həqiqətən də çox qatmanlı bir mövzuya toxunacağıq. Red Pill, münasibətləri daha çox təkamül biologiyası və bəzi sosial dinamikalar üzərindən izah etməyə çalışan bir çərçivədir və qeyd etdiyiniz kimi mərkəzində bəzən çox iddialı fikirlər dayanır. Məhz. Mənbələrdə mənim diqqətimi xüsusilə çəkən bir sitat var. Çox güclü səslənir, hətta biraz provokativ. Xəyanət etməyən qadın yoxdur, sadəcə seçimi olmayan qadın var. Bu, sanki bütün Red Pill fəlsəfəsinin bir növ kvintessensiyasıdır. Gəlin bunu biraz açaq. Bu nə deməkdir əslində? Baxın, bu ifadə əslində Red Pill nəzəriyyəsinin təməl daşlarından biridir. İddia nədir? İddia odur ki, qadın sadiqliyi dediyimiz şey çox vaxt dərin bir əxlaqi qərar və ya sarsılmaz bir bağlılıqdan çox mövcud şərtlərin məcburiyyətidir. Yəni, başqa daha yaxşı hesab edilən bir seçim olmadığı üçün qadın sadiq qalır. Sadiqlik bir dəyər kimi deyil, daha çox bir vəziyyət kimi təqdim olunur bu baxışda. Bu, əlbəttə, çox kəskin bir iddiadır və yəqin ki, bir çoxları üçün qəbul edilməz səslənir. Bəs bu fikir hansı konseptlərə, hansı anlayışlara söykənir? Mənbələr bu barədə nə deyir? Bir neçə əsas sütunu var. Ən birincisi və bəlkə də ən çox müzakirə olunanı hipergamiya anlayışıdır. Hipergamiya. Eşitmişəm bu termini. Nədir tam olaraq? Hipergamiya, qadınların təkamül prosesində formalaşdığı iddia edilən bir instinktlə özlərindən sosial, genetik və ya iqtisadi cəhətdən daha üstün, yəni Red Pill terminologiyası ilə desək, daha yüksək dəyərli kişilərə qarşı təbii bir cazibə hiss etməsi nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə bir qadın mövcud partnyorundan daha, cəlbedici, daha statuslu və ya daha çox resurs təklif edən bir seçimlə qarşılaşarsa, instinktiv olaraq ona doğru yönələ bilər. Deməli, o məşhur statdakı seçimi olmayan qadın ifadəsi əslində hələ öz partnyorundan daha yaxşı bir alternativlə qarşılaşmayan qadına işarə edir. Tam olaraq. Bu baxışa görə sadiqlik, bu daha yaxşı seçim ortaya çıxana qədər davam edən bir vəziyyətdir. Təbii ki, bu çox sadələşdirilmiş bir izahdır, amma əsas məntiq budur. Bu məntiq birbaşa olaraq bağlılığın sırf fayda üzərində qurulduğu fikrinə gətirib çıxarır sanki. Yəni, sevgi, hörmət, mənəvi dəyərlər harada qalır bu tənlikdə? Bu, bizi Red Pill düşüncəsi ilə tez-tez əlaqələndirilən, amma əslində ondan bir qədər fərqli olan Briffault qanunu ilə bağlı fikirlərə yaxınlaşdırır. Antropoloq Robert Briffault'un adı ilə bağlıdır, amma Red Pill icması bunu öz arqumentlərinə uyğunlaşdırıb. Briffault qanunu. Bu nə deyir? Əsas fikir budur ki, qadının kişiyə olan bağlılığı ondan aldığı fayda ilə birbaşa mütənasibdir. Bu fayda təhlükəsizlik ola bilər, maddi təminat ola bilər, sosial status ola bilər. Nəzəriyyəyə görə, əgər kişi bu faydaları təmin etməyi dayandırarsa, ya da başqa bir kişi daha çox və ya daha yaxşı fayda təklif edərsə, qadının bağlılığı zəifləyə bilər və o yeni seçimlər axtarmağa başlaya bilər. Deməli, hipergamiya daha çox statusa və genetik keyfiyyətə fokuslanırsa, Briffault qanunu ilə bağlı bu fikir daha çox təminata, resurslara əsaslanan bir bağlılıqdan bəhs edir. Anladım. Bəli, bir-birini tamamlayan fikirlər kimi də görmək olar müəyyən mənada və bu yerdə çox məşhur bir başqa konseptdə dövriyyəyə girir. Yəqin ki, alfa-beta dinamikasından danışırsınız. Bu da Red Pill söhbətlərində tez-tez rast gəlinən bir termindir. Bunun məsələyə nə aidiyyatı var? Tamamilə doğrudur. Alfa-beta dinamikası. Red Pill düşüncəsi iddia edir ki, qadınlar biolojik olaraq iki fərqli ehtiyac hiss edirlər. Biri cinsi cazibə və həyəcan, digəri isə təhlükəsizlik, sabitlik və təminat. Nəzəriyyəyə görə,
alfa kişilər, yəni daha dominant, özünə güvənən, xarizmatik, bəlkə biraz təhlükəli görünən tiplər daha çox cinsi cazibə yaradırlar. Amma uzun müddətli münasibət, ailə qurmaq üçün etibarlı, qayğıkeş, təmin edən beta kişilər daha uyğun görülür. Aha. Yəni alfa həyəcan üçün, beta isə sabitliyi üçün. Kifayət qədər kobud təsnifatdır, amma nəzəriyyənin əsas iddiası budur. Və burada xəyanət məsələsi yenidən gündəmə gəlir. Red Pill deyir ki, bir qadın stabil, təmin edən bir beta ilə münasibətdə olsa belə, əgər həyatına cəlbedici bir alfa seçimi daxil olarsa, O zaman instinktlər üstün gələ bilər. bəli, nəzəriyyəyə görə o cinsi cazibə ehtiyacı ödənmədiyi üçün qadın bu yeni alfa seçiminə meyil edə bilər, hətta bu mövcud münasibəti riskə atmaq bahasına olsa belə. Yenə də qayıdırıq o seçimi olmayan qadın fikrinə, yəni hələ o cazibədar alfa ilə qarşılaşmayan qadın. Bu, həqiqətən də insan davranışını çox deterministik, yəni əvvəlcədən müəyyən olunmuş kimi təqdim edir. Sanki şuurlu seçimin heç bir rolu yoxdur. Amma müasir dövrdə bu seçimlərin sayı artmayıbmı? Mənbələr bu barədə də nəsə deyir. Məsələn, sosial media, qadınların iqtisadi müstəqilliyi, bunlar vəziyyəti dəyişmir? Əlbəttə dəyişir və Red Pill nəzəriyyəsi də məhz bunu vurğuluyor. Onların argumenti budur ki, müasir dünya, xüsusilə də texnologiya və sosial dəyişikliklər bu seçim faktorunu kəskin şəkildə artırıb. Baxın, sosial media nə edir? İnsanlara, xüsusilə də qadınlara potensial partnyorlarla tanış olmaq üçün görünməmiş imkanlar yaradır. Bir neçə kliklə onlarla, yüzlərlə insanla əlaqə qurmaq mümkündür. Bu keçmişdə olmayan bir şeydir. Yəni potensial daha yaxşı seçimlərin görünürlüyü artıb. Tam olaraq. Bundan əlavə, qadınların təhsil səviyyəsinin artması, iqtisadi müstəqilliyinin güclənməsi onları kişilərdən asılı vəziyyətdən çıxarır. Artıq bir çox qadın üçün münasibətdən çıxmaq iqtisadi baxımdan keçmişdəki qədər böyük bir fəlakət deyil. Həmçinin bəzi qanunvericiliklər, məsələn boşanma qanunları, bəzi hallarda qadınlar üçün daha əlverişli şərait yarada bilir. Bütün bunlar birləşəndə, Red Pill tərəfdarlarına görə qadınların seçim imkanları artır və ənənəvi bağlılıq modelləri zəifləyir. Deməli, bu nəzəriyyəyə görə müasir dövr qadınlara daha çox seçim verir və bu da sadiqliyin daha çox sınağa çəkilməsinə səbəb olur. Yaxşı, belə bir mənzərə qarşısında bu Red Pill fəlsəfəsi kişilərə nə təklif edir? Yəni, əgər vəziyyət belədirsə, kişilər nə etməlidir? Çıxış yolu nədir? Əsas tövsiyə demək olar ki, həmişə özünün inkişaf və öz dəyərini artırmaq üzərində fokuslanır. Kişilərə davamlı olaraq öz cinsi bazar dəyərlərini, yəni SMV, Sexual Market Value dedikləri şeyi yüksəltmək məsləhət görülür. SMV. Bu nə deməkdir? Hansı komponentləri var? Bu, bir neçə əsas elementin birləşməsidir. Fiziki görünüş və sağlamlıq, maddi vəziyyət və resurslar, sosial status və özünə inam, xarakter gücü. Yəni, Red Pill deyir ki, kişi bu sahələrdə özünü nə qədər çox inkişaf etdirsə, qadın üçün o qədər cəzbedici və əvəz olunmaz olar. Məqsəd nədir? Məqsəd partnyorun gözündə həmişə ən yaxşı seçim olaraq qalmaqdır. Yəni hipergamiya instinktini öz xeyrinə işlətmək. Əgər sən ən yaxşısansa, o zaman səndən daha yaxşı bir seçim axtarmağa ehtiyac qalmayacaq. Yəni daimi bir rəqabət vəziyyəti. Arxayınlaşmaq olmaz. Ki, qadın təbiətinin bu qaranlıq və ya instinktiv tərəfini anlamaq kişini gələcəkdə baş verə biləcək xəyal qırıqlıqlarından və manipulyasiyalardan qoruyur. Yəni, reallığı qəbul etmək bir növ müdafiə mexanizmidir. Başa düşürəm. Amma gəlin etiraf edək ki, bütün bunlar çox, necə deyəyim, bir tərəfli və hətta biraz bədbin bir tablo cızır. Münasibətləri sanki daimi bir mübarizə meydanına çevirir. Şübhəsiz ki, bu baxışın ciddi tənqidləri də var. Mənbələr bu tənqidlərdən də bəhs edir, elə deyilmi? Əlbəttə və bu tənqidlər çox vacibdir. Çünki mənzərəni tamamlamaq üçün onlar mütləq nəzərə alınmalıdır. Ən əsas və ən çox səslənən tənqidlərdən biri həddindən artıq ümumiləşdirmədir. Yəni, bütün qadınları eyni qəlibə salmaq. O məşhur AVLT, All Women Are Like That, bütün qadınlar belədir düşüncəsi. Tamamilə. Bu yanaşma qadınları monolit bir qrup kimi görür və fərdi fərqlilikləri, tərbiyəni, mədəniyyəti, əxlaqı, şəxsi dəyərləri və ən əsası insanın şuurlu seçim etmək qabiliyyətini tamamilə nəzərdən qaçırır. Axı insanlar təkcə instinktləri ilə hərəkət etmir.
Onların dəyərləri, inancları, sevgisi, məsuliyyət hissi də var. Bəli, bu çox önəmli bir məqamdır. Başqa hansı zəif nöqtələr vurğulanır? Məsələn, təkcə mənfi nümunələrə fokuslanmaq kimi. Bu da digər bir əsas tənqiddir. Təsdiq qərəzi və ya confirmation bias. Yəni, bu nəzəriyyəyə inanan insanlar yalnız öz fikirlərini təsdiqləyən hekayələrə, nümunələrə diqqət yetirir, onları şişirirlər, amma bu nəzəriyyəyə uymayan, yəni sadiq, sevgi dolu, uzun müddətli sağlam münasibətləri görməzdən gəlirlər və ya onları istisna kimi qələmə verirlər. Anladım. Sanki bir eynək taxırsan və yalnız müəyyən rəngləri görürsən. Bəs başqa tənqid? Məsələn, kişilərin rolu. Çox doğru vurğuladınız. Digər bir ciddi tənqid budur ki, Red Pill çox vaxt kişilərin öz davranışlarını və xəyanətə meyilliliyini tamamilə diqqətdən kənarda qoyur. Sanki xəyanət və ya münasibətlərdəki problemlər yalnız qadınların təbiətindən qaynaqlanır. Halbuki statistikalar və həyat təcrübəsi göstərir ki, kişilər də ən az qadınlar qədər, bəlkə bəzi hallarda daha çox xəyanətə meyilli ola bilirlər. Bu bir tərəflilik nəzəriyyəni qeyri-obyektiv edir. Və yəqin ki, belə bir şübhəçi yanaşmanın özü də münasibətə zərər verə bilər. Bəli, bu da sonuncu vacib tənqiddir. Özünü gerçəkləşdirən kəhanət, self-fulfilling prophecy. Əgər bir kişi münasibətə əvvəldən bütün qadınlar fürsət düşən kimi xəyanət edər düşüncəsi ilə girirsə, onun partnyoruna qarşı davranışları həddindən artıq qısqanclıq, nəzarət, inamsızlıq münasibəti zəhərləyə bilər və nəticədə bu gərginlik və inamsızlıq həqiqətən də münasibətin pozulmasına və bəlkə də partnyorun uzaqlaşmasına səbəb ola bilər. Yəni, qorxduğun şey öz davranışların nəticəsində baş verə bilər. Reallıqda insan münasibətləri qat-qat mürəkkəbdir. Burada instinktlər də var, amma şuurlu seçimlər, sevgi, empatiya, kompromis, ünsiyyət kimi faktorlar da çox böyük rol oynayır. Beləliklə, yekunlaşdırsaq, bugün Red Pill dünya görüşünün qadın sadiqliyi məsələsinə necə yanaşdığını, bunu daha çox seçimin olub-olmaması ilə əlaqələndirdiyini və hipergamiya, alfa-beta kimi konseptlərlə izah etməyə çalışdığını ətraflı şəkildə araşdırdıq. Gördüyümüz kimi, bu kişilərə müəyyən stratejiyalar təklif etsə də, eyni zamanda ciddi tənqidlərə də məruz qalan çox mübahisəli bir perspektivdir. Tamamilə doğrudur. Və bu müzakirənin sonunda bəlkə də dinləyicilərimiz üçün bir düşüncə fürsəti yarada bilərik. Buyurun. Sizcə bu müzakirə etdiyimiz fikirlər, hipergamiya, o seçim faktoru, alfa və beta kişilər arasındakı dinamika, sizin şəxsi həyatınızda, ətrafınızda gördüyünüz münasibətlərdə nə dərəcədə özünü göstərir? Bu müşahidələrinizlə Red Pill nəzəriyyəsinin iddiaları arasında bir uyğunluq görürsünüzmü? Çox maraqlı sualdır. Bu perspektivlə tanış olmaq sizin münasibətlərə baxışınızı dəyişdirirmi? Yoxsa siz də buna həddən artıq pessimist, ümumiləşdirici və bəlkə də zərərli bir yanaşma hesab edirsiniz? Fikirlərinizi şərhlərdə bizimlə bölüşə bilərsiniz. Bu cür müzakirələr çox vacibdir. Bəli, fərqli baxışları anlamaq, tənqidi düşünmək həmişə faydalıdır. Razıyam. Və əgər bugünkü dərin təhlilimiz xoşunuza gəldisə və bu cür mövzuların davamını görmək istəyirsinizsə, o zaman kanalımıza abunə olmağı unutmayın. Həmçinin, əməyimizə kiçik bir dəstək göstərmək istəsəniz, aşağıdakı linkdən keçid edərək bizə virtual bir qəhvə ala bilərsiniz. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir və daha keyfiyyətli məzmun hazırlamağımıza kömək edir. Bugünlük bu qədər, gələn görüşlərədək. Sağ olun.